qazanmaq bir dərd, onu ayın sonuna çatdırmaq isə başqa dərd. Bəs qazandığımız pulun ən böyük hissəsi hara gedir? Bu sualı şəhər sakinlərinin ünvanladıq. Aylıq gəlirimin ən böyük hissəsini hal-hazırda borclara verirəm. Pulun miqdarı insanı çox nadir hallarda qane eləyir. Onun da xərcləri həmişə aldığı pulun miqdarına uyğun olaraq tənzimlənir. Bu mənada bu biraz çətindir. Amma hər halda pulla düzgün rəftar eləmək lazımdır. Bunu bacarmaq lazımdır. Görmür. Uşaqlarım kömək eləyirlər. Arzuğa da xərcləyirəm, belə də xərcləyirəm. Səyahətə. Şikayətim yoxdur. Aylıq gəlirimin böyük bir hissəsi yollara gedir, yeməyə gedir, geyimlərə gedir və bir qədər də PlayStation həvəskarı olduğuma görə PlayStation oyunlarına gedir. Xeyr, qane eləmir. Təxminən 450 civarı alıram. Kommunallara xərcləyirik, bəzi kreditlərimiz var, onları veririk. Sonra marketlərdə biraz evə bazarlıq edirik, bax belə. Çalışırıq ki, qane eləsin də, neyini? Yəni bütün dünyadakı insanlar necə yaşayır, biz də eləsinə də. Yəni hamının gündəlik tələbatları var, aylıq tələbatları var, illik tələbatları var. Yəni həyat belə davam eləyir də. Kreditlərə. Özüm üçün saxlayıram, öz şəxsi işlərimə, ya məsəl üçün hansısa bir olarsa, şəxsi işim var, nəsə bir şey almalıyam ona. Bir də ki, qıdağa saxlayıram ki, nəsə bir ehtiyatım olanda onu istifadə edirəm. Vətəndaşların cavabları göstərir ki, gəlirin böyük bir hissəsi heç də istəklərə yox, daha çox gündəlik ehtiyaclara xərclənir. Ay sonunda isə qazancdan çox xərclər yadda qalır.